Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın açıq keçirilən məhkəmə prosesinin növbəti baxış iclasında bir qrup zərər çəkmiş və zərər çəkmişin hüquqi varisi ilk dəfə iştirak etdiyindən hakim Zeynal Ağayev əvvəlcə onları məhkəmənin tərkibi ilə tanış etdi. Hüquq və vəzifələri barədə məlumatlandırdı. Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesinə ilk dəfə qatılan zərər çəkmiş şəxslərə və zərər çəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah etdi. Ardınca təqsirləndirilən Ruben Vardanyan məhkəməyə müraciət edərək bir neçə vəsatətinin olduğunu bildirdi. Əvvəlcə təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək ittiham edildiyi cinayət işi üzrə bəzi şəxslərin, Ermənistanın baş naziri Nikol Paşinyanın, ATƏT-in Minsk qrupunun üzvlərinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndələrinin dindirilməsini xahiş etdi. Müdafiəçi Abraham Berman vəsatəti müdafiə etdiyini bildirdi. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev və baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov vəsatətlərə münasibət bildirərək qeyd etdilər ki, təqsirləndirilən şəxs tərəfindən dindirilməsi təklif olunan şəxslərin məhkəmədə baxılan ittihama aidiyyatı yoxdur. Bundan başqa, müdafiə tərəfinin iştirakı ilə məhkəmə baxışında tədqiq edilməli olan sübutların siyahısı, eləcə də sübutların tədqiq olunma ardıcıllığı artıq müəyyən edilib. Qəbul olunmuş qərara əsasən prosesin hazırki mərhələsində ittiham tərəfinin təqdim etdiyi sübutlar tədqiq olunur. O səbəbdən dövlət ittihamını müdafiə edən prokurorlar vəsatətin baxılmamış saxlanılmasını xahiş etdilər. Prosesdə iştirak edən zərər çəkmiş şəxslər məhkəmədən vəsatətin rədd olunmasını xahiş etdilər. İşə baxan hakimlər kollegiyası yerində müşavirə edərək məhkəmə baxışında sübutların tədqiq olunma ardıcıllığı ilə bağlı qərarın qəbul olunduğunu, həmin qərar qəbul olunmazdan əvvəl müdafiə tərəfinin də mövqeyinin nəzərə alındığını vurğulayaraq vəsatətin baxılmamış saxlandığını qeyd etdi. Bu vəsatətin gələcəkdə yenidən verilməsinin mümkün olduğunu təqsirləndirilən şəxs və onun müdafiəçisinə bildirdi. Daha sonra Ruben Vardanyan digər vəsatətini məhkəməyə təqdim edərək hərbi qulluqçu olmadığını, buna görə də təqsirləndirildiyi cinayət işinə hərbi məhkəmədə baxılmasından narazı olduğunu bildirdi. Təqsirləndirilən şəxsin vəkili vəsatəti müdafiə etdiyini dedi. Vəsatətə münasibət bildirən baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli bildirdi ki, təqsirləndirilən şəxsin ittiham edildiyi cinayətlərin bəziləri hərbi cinayətlər olduğu üçün onun işinə hərbi məhkəmədə baxılır. Odur ki, dövlət ittihamını müdafiə edən prokuror vəsatətin rədd edilməsini məhkəmədən xahiş etdi. Prosesdə iştirak edən zərər çəkmiş şəxslər vəsatətin rədd olunmasını məhkəmədən xahiş etdilər. Sədrlik edən Zeynal Ağayev bildirdi ki, məhkəmənin hazırlıq iclasında bu məsələyə artıq baxılıb və həmin vaxt məhkəmə aidiyyatı barədə proses tərəflərinə, o cümlədən təqsirləndirilən şəxs və onun müdafiəçisinə ətraflı məlumat verilib. Bundan başqa təqsirləndirilən şəxsin ittiham olunduğu bəzi cinayət əməlləri hərbi cinayət hesab edildiyi üçün Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əsasən işə hərbi məhkəmədə baxılır. Qeyd olunanlara əsasən vəsatət rədd edildi. Növbəti vəsatətində təqsirləndirilən Ruben Vardanyan cinayət işi üzrə özü və müdafiəçisi tərəfindən əvvəlki məhkəmə proseslərində verilmiş vəsatətlərə dair qərarlarla tanış olmaq istədiklərini və həmin qərarlardan çıxarışların onlara təqdim olunmasını xahiş etdi. Müdafiəçi vəsatətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasına sədrlik edən əvvəllər təqsirləndirilən şəxsin məhkəmə iclas protokolları, həmçinin vəsatətlərinə dair qəbul edilmiş qərarlarla tanış olması üçün şərait yaradıldığını, bundan sonra da eyni qaydada tanış olmaq üçün şərait yaradılacağını bildirdi. Digər vəsatətində təqsirləndirilən şəxs Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçməklə bağlı ona qarşı irəli sürülmüş ittihamla razı olmadığını bildirdi. Habelə vaxtı ilə Qarabağda olmuş Rusiyanın sülhməramlı kontingentinin komandanı olmuş şəxslərin məhkəmədə dindirilməsini xahiş etdi. Vəkil Abraham Berman təqsirləndirilən Ruben Vardanyanın vəsatətini müdafiə etdiyini bildirdi. Sədrlik edən Zeynal Ağayev hazırda məhkəmə baxışının davam etdiyini, təqsirləndirilən şəxsə elan olunmuş ittihamlara məhkəmə baxışının sonunda hüquqi qiymət veriləcəyini dedi. Bundan başqa, vaxtı ilə Qarabağda olmuş Rusiyanın sülhməramlı kontingentinin komandanlarının təqsirləndirilən şəxsin ittiham edildiyi cinayət işinə aidiyyətinin olmadığını bildirdi. Ona görə də vəsatət baxılmamış saxlanıldı və təqsirləndirilən şəxsə, onun müdafiəçisinə bu vəsatətin gələcəkdə yenidən verilməsinin mümkünlüyü izah olundu. Sonra Ermənistanın təcavüzkar müharibəsi və işğalçılıq siyasəti nəticəsində törədilmiş cinayət hadisələri zamanı zərər çəkənlər, habelə zərər çəkmişlərin hüquqi varisləri ifadə verdilər.
Zərər çəkmiş Azad Kərimovun hüquqi varisi Zakir Kərimov, zərər çəkmiş Yunis Kazımovun hüquqi varisi Qasım Kazımov, zərər çəkmiş Nəzər Əzizovun hüquqi varisi Cəmafət Əzizova, zərər çəkmiş Məhəmməd Məmmədovun hüquqi varisi Bilal Məmmədov övladlarının Kəlbəcər, zərər çəkmiş İslam Dünyamalayevin hüquqi varisi Gülşən Dünyamalıyeva övladının Ağdərə, zərər çəkmiş Cəmil Qurbanzadənin hüquqi varisi Anar Qurbanov övladının Laçın, zərər çəkmiş Əli Babazadənin hüquqi varisi Rüstəm Babayev övladının Xankəndi istiqamətində düşmənin geniş miqyaslı təxribatı nəticəsində həlak olduğunu bildirdilər. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhmlinin suallarını cavablandıran zərər çəkmiş Zöhrab Kərimovun hüquqi varisi atası Azad Kərimov bildirdi ki, övladı Laçında düşmən təxribatı nəticəsində həlak olub. Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərər çəkmiş Akşin Nəsibovun hüquqi varisi Vasif Nəsibov övladının Ağdərə istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin təxribatı nəticəsində həlak olduğunu dedi. Zərər çəkmiş Kamran Hüseynovun hüquqi varisi Namis Hüseynov isə dedi ki, övladı Xankəndi Şuşa istiqamətində düşmənin bastırdığı minanın partlaması nəticəsində həlak olub. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərər çəkmiş Toğrul Əliyevin hüquqi varisi Qızılgül Əliyeva ifadəsində övladının Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin törətdikləri təxribat nəticəsində Xocavənd rayonunda həlak olduğunu söylədi. Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərər çəkmiş Elşən Xankişiyevin hüquqi varisi Ayda Xankişiyeva övladının Xocalı istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin təxribatı zamanı həlak olduğunu söylədi. Zərər çəkmiş Niyaz Niyazəliyev ifadə verdi ki, o, Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin geniş miqyaslı təxribatı nəticəsində yaralanıb. Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran Əbdülmətin İsmailov da dedi ki, Laçın rayonunun Ərstəşəbil kəndində düşmənin atdığı artilleriya mərmilərinin partlaması nəticəsində xəsarət alıb. Hadisə zamanı Məhəmməd Hüseynov və Eltaj Əhədov həlak olub. Kamal Bəhramov, Cavid Qurbanov, Əhəd Əsədullayev, Dirqəm Həsənov və Nicat Şükürov isə yaralanıb. Rəşad Ağayev Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində düşmənin atdığı tank əleyhinə idarə olunan raket mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət alıb. Bu hadisə zamanı Vüsal Rüstəmov, Elvin Əliyev, Nihat Quluzadə, Əlibəy Əlibəyov, Ağami Əlişanov, Altun Əliyev həlak olub, Nüsrət Mustafayev və Asəf Musayev isə yaralanıb. Ömər Nəsirov və Afər Hüseynov mina partlayışı nəticəsində yaralandıqlarını bildirdilər. Paşa Abayev isə ifadə verdi ki, o Ağdam rayonu Əlağalı kəndi ərazisində düşmənin atdığı minata mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində xəsarətlər alıb. Hadisə zamanı Nazim Ağayev və Murad Əliyev də yaralanıb. Ruslan Nurəliyev Kəlbəcər ərazisində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində xəsarətlər alıb. Nəriman Kərimov isə ifadə verdi ki, Xocavənd istiqamətində düşmənin atdığı mərminin partlaması nəticəsində yaralanıb. Elşən Zeynalov isə Ağdam istiqamətində atılmış idarə olunan mərminin partlaması nəticəsində yaralandığını, hadisə zamanı yanında olan bir neçə nəfərin isə həlak olduğunu dedi. Nurlan Abuşov və Hüseyn Müseyibov Ağdərə, Babək Əhmədli və Amid Piriyev Ağdam, Mirzəli Mirzəyev Xankəndi, Nurlan İbrahimov və Cavid Süleymanov Laçın, Taleh Qurbanov Xocalı istiqamətlərində yaralanıblar. Şəhriyar Zamanov da düşmənin geniş miqyaslı təxribatı nəticəsində xəsarət aldığını dedi. Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərər çəkən Fərid Həsənov Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin təxribatı nəticəsində Ağdərə istiqamətində yaralandığını söylədi. Anar Abbasov və Elvar Nəhmətzadə ifadə verdilər ki, Ağdam rayonunun Abdal Gülablı kəndində dağlıq meşəli ərazidə Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribat zamanı atılmış minaatan mərmisinin partlaması nəticəsində yaralanıblar. Zərər çəkmiş Şirxan Hacıməmmədov ifadəsində bildirdi ki, Laçın rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində yaralanıb. Bu zaman məhkəmədə təqsirləndirilən şəxs Ruben Vardanyan ifadə verən zərər çəkmişlərə sual ünvanlamağa başladı. Xatırladaq ki, təqsirləndirilən şəxs əvvəlki məhkəmə prosesləri zamanı zərər çəkmiş şəxslərə sual vermirdi. Şirxan Hacıməmmədov isə təqsirləndirilən Ruben Vardanyanın sualına cavabda dedi ki, hücum edənlər Ermənistan ordusunun hərbiçiləri olub.
Yasin Cəbrayılov Laçın rayonunun ərazisində düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində yaralanıb. Bildirdi ki, hadisə zamanı yanında olan bir neçə nəfər həlak olub. Nəcməddin Ələsgərov ifadə verdi ki, Ağdərənin Canyataq kəndi ərazisində düşmənin atdığı raket mərmisinin partlaması nəticəsində o və yanında olan Abdüləli Qurbanov yaralanıb. Şöhrət Aslanov Ağdam rayonunun azad edilmiş Sarıcalı kəndində mina təmizləmə işləri apararkən zərər çəkib. İfadəsində bildirdi ki, texnika ilə Ermənistan tərəfindən minalanmış ərazilərin təmizlənməsini həyata keçirərkən mina partlayışı nəticəsində o və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb. Elvin Hüseynov, Əkbər Səfərov da düşmənin təxribatı nəticəsində zərər çəkdiklərini bildirdilər. Təqsirləndirilən Ruben Vardanyanın sualına cavabda Əkbər Səfərov dedi ki, təxribatı törədən Ermənistan ordusu olub. Bəxtiyar İsmailov, Telman Əhmədov, Cəfər İsmailov, Ramil Məmmədov, Xaliq Mirzəyev və Bayram Hüseynov da düşmənin geniş miqyaslı təxribatı nəticəsində yaralandıqlarını və zərər çəkdiklərini bildirdilər. Sərxan Məhmudov Kəlbəcər rayonunun Alagöllər adlanan ərazisində düşmənin bastırdığı piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər alıb. Hadisə zamanı onunla bərabər Aydın Abbasov da yaralanıb. Rəşad Süleymanov Xocabənd istiqamətində düşmənin hücumu zamanı yaralandığını, hadisə zamanı bir nəfərin isə həlak olduğunu dedi. Namiq Əlizadə ifadə verdi ki, Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin atdığı mərminin onun yaxınlığına düşərək partlaması nəticəsində xəsarət alıb. Hadisə zamanı Vüqar Əliyev və Elsəvər Qədirov da yaralanıb. Vüsal Əhmədov da mina atan mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində zərər çəkib. Onunla bərabər Hüseyn Baba Qəhrəmanlı da xəsarətlər alıb. Məhkəmə prosesində Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı dəstələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış, Ermənistan dövlət tərəfindən aparılan təcavüzkar müharibənin gedişində çoxsaylı cinayət faktları törətmiş cinayətkar birliyə təqsirləndirilən Ruben Vardanyan da qoşulduqdan sonra həmin birlik tərəfindən törədilən cinayətlər nəticəsində zərər çəkmiş şəxslər ifadə verir. Məhkəmənin növbəti iclası sentyabrın 23-nə təyin olundu. Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hakimləri Zeynal Ağayevin sədrliyi, Anar Rzayev və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən məhkəmə prosesində Ermənistan vətəndaşı Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir çox maddələri, o cümlədən təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini deportasiya etmə və məcburi köçürmə, işgəncə, muzduluq, terrorçuluğu maliyyələşdirmə maddələri ilə ittiham olunur. Təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.